Hörmətli izləyicilər, Amarketdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi 17 sentyabrdan etibarən dollar indeksində olan yüksəliş 10 oktyabr tarixində Trumpın Çinə tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasından dolayı, 100% tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasından dolayı kəskin şəkildə aşağı yönlü korreksiya etsə də, lakin həmin günün birinci dəstək səviyyəsi olan 98.504 səviyyəsi ilə məhdudlaşmış oldu. Yəni həmin səviyyəni qırıb onun altında bağlanmamış oldu. Və ondan sonra da dollar indeksi 2 gün ərzində də yuxarı yönlü yüksəlişlə davam etsə də, lakin dünənlərim, yəni 14 oktyabrda Federal Ehtiyatların rəhbəri Jeremy Powell'ın artıq Fedin faiz dərəcəsini aşağı salacağı ilə bağlı müsbət açıqlama verməsi, eyni zamanda quantitative tightening, yəni pul bazarının daraldılması ilə bağlı siyasətin tədricən yumşaldılacağı ilə bağlı açıqlama verməsi bir mənada, yəni bazarda likvidliyi artıracağı ilə bağlı, faiz dərəcəsini aşağı salacağı ilə bağlı açıqlama verməsi dollar indeksinə negativ təsir etmiş oldu və dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 98.496 səviyyəsini qırmış oldu və əgər qiymət bu günün səviyyəsi birinci dəstək səviyyəsinin altında bağlanarsa, biz dollar indeksində aşağı yönlü enişin başlayacağını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 6 oktyabrdan bəri olan eniş trendi bir mənada hələ də davam etməkdədir. Avro-dollar valyuta cütlüyü dünənlərim həmin günün birinci müqavimət səviyyəsi olan 1.16143 səviyyəsini qırıb onun üzərində bağlanmadı və bu hələ də yuxarı yönlü alış trendinin və yaxud da yuxarı yönlü korreksiyanın başlamadığını göstərirdi. Bugün isə diqqət etirsəniz, bu günün birinci müqavimət səviyyəsi olan 1.16346 səviyyəsindədir. Əgər avro-dollar valyuta cütlüyü bu səviyyəni qırıb, bu səviyyənin günün sonuna qədər bu səviyyənin üzərində bağlanarsa, biz avro-dollar valyuta cütlüyündə yuxarı yönlü korreksiyanı və yaxud da yuxarı yönlü alış trendini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 7 oktyabr tarixində satış trendi başlamışdı, satış siqnalı formalaşmışdı. Həmin günün birinci dəstək səviyyəsinin qırılması və qiymətin onun altına bağlanması ilə və bu 14 oktyabra qədər davam etmiş oldu. 14 oktyabırda İngiltərədə əmək bazarı ilə bağlı göstəricilər açıqlanmış oldu və ümumi işsizlik səviyyəsi 4.7-dən 4.8%-ə yüksəlməsi GBP-USD-də sərt satışlara səbəb olmuş oldu və diqqət etsəniz 14 oktyabırda GBP-USD həmin günün 3-cü səviyyəsi, 3-cü dəstək səviyyəsinə qədər uzlaşmış oldu. Lakin sonradan Federal Ehtiyatların rəhbərinin bu il ərzində faiz dərəcəsini azaldacaqları ilə bağlı və həmçinin növbəti il faiz dərəcəsini azaldacaqları ilə bağlı müsbət açıqlamasından dolayı dollarda enişlərə, satışlara səbəb olmuş oldu və GBP-USD yenidən günün birinci sessiyasında olan enişləri yuxarı yönlü korreksiya etmiş oldu və bu gün ərzində əgər GBP-USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.33 659 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz GBP-USD-də yuxarı yönlü korreksiyanı proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz Avstraliya dolları və ABŞ dolları valyuta cütlüyüdür. Diqqət etirsəniz, Avstraliya dolları və ABŞ dolları valyuta cütlüyü də 9 oktyabrdan etibarən eniş trendinə daxil olmuşdur və 1, 2, 3 gündür ki, bu trend davam edir və Avstraliya dolları, Amerika dolları valyuta cütlüyü, yəni AUD-USD bugün ərzində bugünün birinci müqavimət səviyyəsi olan 0.65-250 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz AUD-USD valyuta cütlüyündə aşağı yönlü satışların davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızıl önü alına bilməz şəkildə sürətlə yüksəlməyə davam edir və diqqət etirsəniz 9 oktyabrda qızılda kiçik bir aşağı yönlü korreksiya olmuşdu. Lakin Trumpın Çinə tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasından dolayı sərt bir şəkildə yenidən yüksəlişə başlamış oldu və həmçinin 14 oktyabrda Federal Ehtiyatların rəhbərinin yenidən faiz dərəcələrini azalda biləcəyi ilə bağlı, bazarda likvidliyi, pul kütləsini artıra biləcəkləri ilə bağlı açıqlamasından dolayı qızıl yenidən yüksəlişə başlamış oldu və bu günün birinci müqavimət səviyyəsi olan 4184 səviyyəsi qırıldı və nə qədər ki qızıl gün ərzində bu günün birinci dəstək səviyyəsi olan 4095 dollar səviyyəsi qırılıb, onun altına bağlanmazsa
biz qızılda hələlik yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Diqqət etirsəniz, S&P 500 indeksi 10 oktyabr tarixində sərt bir şəkildə aşağı yönlü enişlə davam etmiş oldu. Bunun səbəbi isə Trump'ın Çinə 100% tarif tətbiq edəcəyi ilə bağlı açıqlaması oldu. Lakin sonradan bir mənada yumuşaq tona keçməsi və Çinin prezidenti Xi Jinpinglə görüşəcəkləri və bu məsələləri müzakirə edəcəklərə bağlı açıqlamasından dolayı S&P 500 indeksi yenidən yuxarı yönlü korreksiya etmiş oldu. Əslində Amerikanın Çinə yenidən tarif tətbiq etməsi ilə bağlı məsələ Çinin nadir metallara, nadir materialların ixracına qadağa gətirəcəyi ilə bağlı açıqlaması olmuşdu ki, bu da Trump'ın heç xoşuna gəlmədi və 100% tarif tətbiq edəcəyi ilə bağlı hədələmiş oldu. Lakin əslində hər iki böyük iqtisadiyyat bir-birinə müəyyən dərəcədə bağlıdır və bunları bildikləri üçün yenidən aradakı tonu bir mənada yumuşatmağa məcbur oldular və yenidən S&P 500 indeksi yuxarı yönlü korreksiya etmiş oldu. Diqqət etirsəniz, hal-hazırda S&P 500 indeksi bir mənada range içərisində ticarət olunur və bu gün ərzində əgər S&P və həmçinin hörmətli izləyicilər, dünən federal ehtiyatların rəhbərinin Jeremy Powell'ın faiz dərəcəsini azaldacaqları ilə bağlı müsbət açıqlama verməsi də S&P 500 indeksinə müsbət təsir etmiş oldu və diqqət etsəniz, 14 oktyabrda S&P 500 indeksi aşağı yönlü birinci sessiyada olan aşağı yönlü korreksiyanı yuxarı yönlü korreksiya ilə əvəz etmiş oldu və gün ərzində əgər S&P 500 indeksi bu günün birinci müqavimət səviyyəsi olan 6739 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz S&P 500 indeksini yüksəlirik. Yox, əgər bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, yəni 6739 səviyyəsini qırıb 739 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik S&P 500 indeksini aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.